Bu nədir görək. Bu da olimpiyada sualıdır. Tak. Deməli, lg x böl lg 4 mü yazım mən bunu? Buradan da lg y. K mı diyeyim? Nə deyək biz burada? Nə deyək? Yaxşı, buna bir k desək. Bu necə olacaq? X olacaq 4 üstü k. Y olacaq 10 üstü k. 10 K. Buradan da olacaq 3x plus 2y kökün altında 5 üstü k. Belə mi olur? Bəli. Elə bunu 502K yazaq da kök üstü. Olmaz mı? Yazaq da yazaq. 25 üstü k. Onda bu oldu 3 vur 4 üstü k plus 2 vur 10 üstü k bərabərdir 25 üstü k. Və səndən y böl x istəyir. Hə, əla, super. Burada y x-ə böləndə fikir verin. Qalır nə? Bununla bu ixtisar gedəndə 5 böl 2-nin üstündə nə? K. K. Bu lazımdır sən. Onda elə hər tərəfi 4 üstü k-ya bölək. Onda bu eləyəcək 5 böl 2 üstü 2k. Sonra bərabərdir. Buna bölübsən 3. Bunun da birinə bölürsən 4 ilə 2 10 gedir. Nə qalır? 5 böl 2-nin üstündə k. Hə, indi buna t desək olur t kvadratı çıx 2t çıx 3 bərabərdir 0. T'miz də müsbət olmalıdır bu. Müsbətdir, qüvvətdir. T də oldu. Gördünüz qısalığı. Baxın, mən tərifləmək üçün demirəm. O hissiyatı görün. Gördüm ki, buradan loqaritmalarla yazsam, biri 4 əsasdır, biri 10'dur, biri 5'dir. Mən orada ilişib qalacam. Mən uzun gedəcək. Ona görə dedim, nə deyim? K. Və bu misal xarici ədəbiyyatlardan köçürülmədir. Türklərdə çoxdur belə sual, türk kitablarında və yaxud da ki, biraz olimpiyada tipli kitablarda. Və görürsən, elə bir şey istəyir ki, verilən bərabərlikdən onu rahat tapa biləsən. Anladınız?